Deyirlər, böyük ideyalar kiçik otaqlardan başlayır. Bəzən bu otaq laboratoriyada olur, bəzən isə sadəcə tələbənin beynindəki bir fayl olur. Universitet bu dəqiqə sadəcə tədris mərkəzi deyil, o həm də böyük ideyaların doğulduğu bir məkandır. Bəziləri burada dərs oxuyur, bəziləri kod yazır, bəziləri isə gələcəyini inşa edir. Bugünkü sualımız budur. Universitet ideyalar üçün meydançadır, yoxsa bu dəqiqə startaplar fabrikinə çevrilib? Bumerang başladı, suallar atılır, cavablar qayıdır. Bəzən elmdən, bəzən isə innovasiyadan. Bugün studiyamızda ideyaları reallığa çevirməyə dəstək olan bir qonaq var. O, tələbələrin ideyalarını layihələri isə reallığa çevirən bir komandanın rəhbəri, Adnusunun Startup və Texnologiya Transferi Komitəsinin ofisinin rəhbəri Əhməd Əhmədzadədir. Xoş gəlmisiniz Əhməd müəllim. Xoş gördük. Şöbə olaraq məqsədimiz tələbələrin, müəllimlərin ideyalarını həyata keçirməyə dəstək olmaqdır. İlk baxışdan startup bir ideya kimidir. Amma universitetdə minlərlə tələbə, 10 minlərlə də ideya olur. Bəs siz yaxşı bir ideyanı sıradan bir parlaq fikirdən necə ayırırsınız? Tələbənin fikir olması onun belə deyək, startup ideyası olduğu anlamına gəlmir. Biz bunu bir neçə meyarla qiymətləndiririk. Onlardan birincisi, problem nə qədər aktualdır? Yəni, indiki dövrümüzdə buna ehtiyac varmı? İstifadəçinin hər hansısa bir problemini həll edirmi? Buna baxmaq lazımdır. Daha sonra, problemi 100 adam görə bilər, lakin problemə fərqli baxan kimdir? Orada fərq yaratmaq lazımdır. Daha sonra, bazar araşdırması etmək lazımdır. Çünki ola bilər ki, sənin problemə verdiyin həll artıq bazarda mövcuddur. Rəqib analizi edibmi? Rəqiblərindən üstünlükləri nələrdir? Burada yaratdığı innovasiya nədir? Bu kimi meyarlar əsasında biz qiymətləndirmə aparırıq. Startup yaratmaq üçün texniki bilik lazımdırmı? Yoxsa sadəcə bir problemi fərqli cür görmək kifayətdir? Xeyr, texniki bilik o qədər də vacib deyil. Əsas ideyanı görməkdir. Əsas özünə inamdır. Ancaq biz beynəlxalq təcrübəyə baxsaq, uğurlu startapların komandalarında bir məhsulu idarə edən şəxs olur, bir dizayner olur, bir analitik olur və buna interdisiplinar yanaşma deyirlər və bu da fərqlilik komandanın uğurlu olmasına gətirib çıxardır. Texniki biliklər də vacibdir. O, məhsulun inkişaf etdirməyə, real bazara çıxartmaq üçün də vacibdir. İnkubasiya və akselerasiya proqramları dedikdə, bəziləri elə bilir ki, bu kimya laboratoriyasındakı proseslər kimidir. Bəs əslində orada nə baş verir? Burada bəzi oxşarlıqlar var. Məsələn, kimya laboratoriyasında kimyəvi reaksiyalar gedir. Ancaq inkubasiya və akselerasiya proqramlarında ideyaların reaksiyası baş verir. İnkubasiya proqramında tələbələr öz ideyalarını inkişaf etdirirlər. Burada tələbələr mentor dəstəyi alırlar. Daha sonra müxtəlif təlimlərə cəlb olunurlar və ideyanı formalaşdırırlar. Akselerasiya proqramında isə buna sürətləndirilmiş proqram deyilir. Sürətli bazara necə çıxa bilərlər? Bu kimi mərhələlərdən ibarətdir. Tələbələrin ən çox qarşılaşdığı problem nədir? Komanda qurmaq, ideya tapmaq, yoxsa inam qazanmaq? Saydıqlarınızın arasında mən deyərdim, ideya tapmaq ən asandıdır. Yəni, bu bir ola bilər ki, hər hansısa bir müəllim tərəfindən verilə bilər və yaxud da tələbənin öz ideyası ola bilər. Ancaq əsas burada olan inamdır. Çünki inam olmasa, komanda dağıla bilər, ruhdan düşə bilər və startupın reallaşmamasına gətirib çıxarda bilər. Startupa biz bir marafon kimi baxmalıyıq və burada inam çox önəmlidir. Çünki tələbələr burada qorxmamalıdır, çəkinməməlidir, özünə inanıb, axıra qədər mücadilə aparıb, deyək ki, finiş xəttinə çatmalıdır. Texnologiya transferi deyəndə biraz elə bil elmi diplomatik münasibətlər başa düşülür. Bəs əslində bu necə işləyir? Texnologiya transferi deyərkən elmi nailiyyətlərin rəflərdə deyil, biznes mühitinə uyğunlaşdırılması başa düşülür.
onların kommersiyalaşması, patentləşməsi, həmçinin də müəllif hüquqlarının qorunması başa düşür. Və biz universitet sənaye əməkdaşlığı çərçivəsində istəyirik ki, elmi nailiyyətləri biz patentləşdirək və onu daha sonra şirkətlərə sata bilək. Və burada da universitet daxilində yeni şirkətlərin buna startup terminində spin-offların ortaya gəlməsinə gətirib çıxardır. Universitetdə bəzən innovasiya deyəndə deyirlər ki, bizdə fikir çoxdur, amma imkan azdır. Sizcə indi vəziyyət dəyişibmi? Hal-hazırda şöbə olaraq biz bir neçə proqramı həyata keçirdirik. Bunlar əsasən inkubasiya proqramlarıdır və startup hackathonlarıdır. İnkubasiya proqramlarına tələbələrimiz öz ideyaları ilə müraciət edə bilərlər. Biz tələbələrdən sadəcə ideyalarını gözləyirik. Hazır bir məhsul istəmirik. Onlar inkubasiyaya qoşularaq müxtəlif təlimlər əldə edəcəklər. Öz startuplarını necə inkişaf etdirə bilərlər. Bu, ideyanın yoxlanılması mərhələsidir. Daha sonra bazar araşdırmasıdır. Bazara çıxışı necə təmin edə bilərlər. Daha sonra öz prototiplərini necə yarada bilərlər. Bu kimi təlimləri əldə edəcəklər. Daha sonra isə onlar prototiplərin üzərində işləmək üçün müəyyən bir qrant ayrılacaq seçilmiş komandalara və prototipi hazırladıqdan sonra onlar münsiflər qarşısında öz layihələrini təqdim edəcəklər və seçilmiş komandalara yenidən pul mükafatı təqdim olunacaq. Və hal-hazırda bizim davam edən bir inkubasiya proqramımız var və biz yenə də növbəti proqramları da növbəti aylardan başlayacağıq. Həm inkubasiya proqramını, həm də startup hackathon yarışmasını. Sənaye ilə əməkdaşlıq deyəndə bu münasibət necə qurulur? Şirkətlər tələbəni tapır, yoxsa tələbələr şirkətləri? Əslində burada müxtəlif variantlar mümkündür. Bəzən şirkət tələbəni tapır. Bəzən isə tələbə özü şirkətə müraciət edir. Bu çox vaxt təcrübə proqramları vasitəsilə baş verir. Tələbə gedir, şirkətdə təcrübə keçir və şirkət yaxşı tələbələri bir növ seçmiş olur. Və yaxud da ortaq bir layihələr olur. Universitetlə sənaye arasında bir ortaq layihələr çərçivəsində tələbələr ortaya çıxır. Və həmçinin bu universitet sənaye bir körpüyə bənzəyir. Körpünün iki tərəfi var. Bir universitet, bir də sənaye. Biz şöbə olaraq biz bu körpünü qurmaq istəyirik. Məqsədimiz odur ki, universitetimiz sənaye ilə sıx əlaqələnsin və sənayenin problemini, ağrısını universitetə gətirək və onu biz həll eləyək. Sənaye artıq hər hansısa bir problem üçün xarici mütəxəssisi cəlb etməsin. Elə bizdə də beyinlər var. O beyinlər həmin problemi həll etməyə qadirdir. Startup uğur qazananda universitet də qazanırmı? Yoxsa sadəcə tələbə uçur, universitet isə alqışlayır? Mən deyərdim, hər iki tərəf qazanır. Burada win-win prinsipi var. Əgər tələbə uğur qazanırsa, bu universitetin imicidir. Universitetin reputasiyası qalxır, beynəlxalq arenada da yüksəlir. Universitet tələbə üçün bütün şəraiti verir. İnfrastrukturu, laboratoriyanı və tələbə də bundan istifadə edərək öz məhsulunu inkişaf etdirir, ideyasını inkişaf etdirir və uğur qazanırsa, universitet buna sadəcə sevinə bilər. Mən düşünürəm ki, hər iki tərəf burada qazanmış sayılır. Bəzən deyirlər ki, hər startup uğurlu olmur. Amma bəlkə də ən yaxşı nəticə bu uğursuz startuplardan öyrənilən bir dərslərdir. Siz nə düşünürsünüz? Bəli, doğrudur. Uğursuz startup, yəni startupçı üçün bir ən gözəl dərsdir. Onlar bu uğursuzluqlardan dərs çıxartmalı və növbəti addımlarda bunları nəzərə alıb qərar verməlidir. Düşünürəm ki, götürsək dünya üzərindəki startupları, heç kim birincidən uğurlu olmayıb. Onlar davamlı olaraq fail olublar və yekunda uğura çatıblar. Belə bir deyim var.
fail fast, learn fast. Yəni nə qədər tez yıxılsan, nə qədər tez ayağa qalxsan, o qədər yaxşıdır. Əgər innovasiya bir enerji mənbəyidirsə, sizcə Audisu tələbələri bu enerjini hardan alır? Motivasiyadan, müəllimlərdən, yoxsa sadəcə çətin tapşırıqdan qaçmaq instinktindən? Burada da yenə fərqli cür tələbələr ilhamlana bilər. Bu ola bilər ki, auditoriyada müəllimin hər hansısa bir sözü tələbəyə bir ilham verə bilər. Və yaxud da tələbə gündəlik hər hansısa bir problemlərlə qarşılaşa bilər və o problem üçün artıq öz beynində bir fikir, ideya formalaşdıra bilər. Bu əsasən tələbənin içindən gələn bir ilham kimi başa düşmək olar. Təşəkkür edirik Əhməd müəllim. Görünür innovasiya sadəcə texnologiya deyil, bu bir düşüncə tərzidir. Bəli, doğrudur. Biz tələbələrə həmişə deyirik ki, texnologiyanı ixtira etməyin, əsas problemi tapın. Əgər problem varsa, deməli sizin artıq startapınızın 50% hazırdır. Yəni bu problem bazarın tələbini ödəyirmi? İstifadəçi bunu gözləyirmi? Əgər bu kimi suallara sizdə cavab varsa, deməli artıq siz ilk addımları atmısınız. Bugün öyrəndik ki, hər bir ideyanın dəyəri onu reallaşdırma cəsarətinə sahib olanda daha da artır. Universitet bəzən start nöqtəsidir, bəzən isə uçuş solağı. Biz də bumerang kimi sualları uçuş solağından atdıq, cavabları qayıtdı. Bəzən prototip kimi, bəzən isə hazır layihə kimi. Amma əsas odur ki, hər bir layihə gələcəyi daha da formalaşdırsın. Görüşənə dək. Okay, fayl olur, sonra nə olurdu? Fayl olur. Bugün universitetlər. Yenidən çəkək mən. Yenidən çəkək. Bumerang başladı. Yox, o deyildi. Bu cümlənin sonu gəlir. Məsələn, deyirəm, sonluğu necə? Startup və texnologiya transferi ofisinin rəhbəri. Necə bunu yenidən çəkək? Dublikat getdi. Neçənci dəfə də deyirəm artıq mən bunu. Davam eləyək. Yəni ora qədər kəsək, sonrasını deyim. Sudan kəsindən al. Əslində mən belə görürəm ki, belə spontan sualları daha yaxşı cavab verirəm, nəinki əvvəlcədən şey olmuş suallara. Siz yenə deyəcəksiniz ki, direktdə deyildi ya da səs yazılmırdı. Bilirsən, onu deyirəm.